Salam hörmətli izləyicilərim. Hamınızı salamlayıram. Əvvəlcədən məni izləyənlərə təşəkkürümü bildirirəm. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu naxışı da svitrə, jaketə, jiletə, papağa nəyə istəsəz toxuya bilərsiniz. Uşaq ədyalına. İlməkləri mən rezinka hissəsini bir tərs bir düz toxumuşam. Kimin ürəyi necə istəyir, elə də toxuya bilər. İlməkləri də cüt-cüt yığmışam. 2-2 hamısını cüt ilməklər. 2 də kənar ilməkdir. Sapımdakı 100 qramlıq 350 metrəlik bir sapdır. İndi bunun üçün mən milimin üstünə yığmışam, belə bir götürmüşəm ilməkləri, 20 ilmək yığmışam bura. İndi burada mən rezinka toxuyan deyiləm. Kim necə istəyir, elə toxuya bilər. Mən indi birinci sıra olduğuna görə birinci ilməyi də toxuyuram buradan. Qalan ilməkləri hamısını tərs toxuyuram. Axıra qədər. Yəni bunun naxışa adiyyəti yoxdur. 2 sıra toxuyuram ki, düz dayansın deyə. Toxuduğum naxış düz dayansın deyə. Bunu 2 dəfə tərs toxuyuram. Bir sıra düz üzdən, bir sıra da arxa üzdən. Siz rezinka toxuyursunuz, ondan sonra bu lazım olmur da toxumağa belə. Kim istəyər belə də toxuya bilər. Hər iki üzdən toxuya bilər. Bir 6-7 sıra, 8 sıra. Rezinka hissəsini əvəz eləmək üçün. Bura düz üzü idi. İndi tərs üzündən də birinci ilməyi götürürəm. Qalan ilməkləri hamısını tərs toxuyuram. Bu sıranı da axıra qədər tərs toxudum. İndi düz üzdən birinci ilməni tərs götürürəm. Qalan ilməkləri bir sıra düz toxuyuram. Axırıncıya da tərs toxudum. Tərs üzdən də kənarı götürürəm. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən bütün ilməklər düzdür. İndi kənarı götürürəm. Buradan 2 düz toxuyuram. 2 düzdən sonra bu birisi 2 ilmənin arxa tərəfindən bir ilmək götürürəm belə. Sonra 2 düzü toxuyuram düz. Sonra bu götürdüyüm ilməni bu 2 ilmənin üstündən keçirdirəm.
Yəni artma, əksilmə olmur. Yenə 2 düz toxuyuram. Yenə bu 2 düz ilmənin arxa tərəfindən bir ilmək çıxardıram. 2 ilə 3-ün arasından. Bu 2 ilməni düz toxuyuram. Götürdüyüm ilməyi yenə üstdən keçirdirəm. Yenə 2 düz toxudum. Bu 2 ilmənin 2 ilə 3-ün arasındakı boşluqdan çıxardıram. Sonra bunları yenə düz toxuyuram 2 ilməyi. Yenə bu ilməyi keçirdirəm üstdən. Yenə 2 düz toxudum. 2 ilməyin arxasından çıxardım. 2 bunları düz toxuyuram. İlməyi keçirdirəm üstdən. Yenə 2 düz, kənarı da tərs toxudum. Formada tərs üzdən indi hamısını tərs toxuyuram. Kənarı götürürəm, qalan ilməkləri hamısını tərs toxuyuram. Axırıncı ilməni də yenə tərs toxudum. İndi bura düz üzdür. Düz üzdən indi bir sıra yenə düz toxuyuram. Kənarı da tərs toxudum. Tərs üzdən yenə bütün ilməkləri tərs toxuyuram. Axırıncını da tərs toxudum. İndi düz üzdən kənar ilməyi götürürəm. İndi bunların yerini dəyişirəm. Əvvəl 2 düz toxumuşdum, sonra götürmüşdüm ilməyi. İndi elə birinci 2 ilməyin 1, 2 ilməklə bu 3-cü ilməyin arasından götürürəm. Bu ilməkləri düz toxuyuram. Bunu yenə üstdən keçirdirəm bu tərəfə. Götürdüyüm ilməni. İndi bu birinci sırada götürdüyüm ilməklərin üstündəki buradan düz toxuyuram bu ilməkləri. Bu aradakı düz ilməklərdən götürürəm. Yenə 2 düz, bu 2 düzün arasından götürürəm. Düz toxuyuram ilməkləri. Götürdüyüm ilməyi yenə üstdən keçirdirəm. Yenə 2 düz. Yenə bu 2 ilməkdən sonra bir ilmək götürürəm. Bu ilməkləri yenə düz toxuyuram.
Götürdüyüm ilmeği də üstdən götürdüm. Axırıncını da yenə götürürəm aradan. Bu ilmeği yenə üstdən götürdüm. Kənarı da yenə tərs toxudum. Tərs üzdən hamısını yenə tərs toxuyuram. Belə bu formada naxış alınır. Əvvəl burada qoymuşdum, sonra bunların arasına dəyişdim. İndi yenə bir sıra düz toxuyuruq, düz üzdən bir sırada tərs üzdən tərs. Sonra yenə də əvvəl necə eləmişdiksə bunların üstündən həmin naxışı qoyuruq. Formada belə bir naxış alınır. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Sağ olun, gələn videomda görüşənə qədər.